Hər vaxt xeyir olsun dəyərli izləyicilər, traderlər, həmkarlar, iqtisadçılar, sizi İstanbuldan salamlayıram. Sabahınız xeyirli olsun. Ola bilsin, burada sabahdır, amma bizdə biraz saat fərqi 1 saat, bizdə daha Azərbaycanda 1 saat daha qabaqdır. Yəni burada saat 9-dursa, Azərbaycanda artıq saat 10-dur. Yəni biz nədən danışırıq dünən? Hə, biz canlı yayımda ə, Heydər Əliyev adına hava limanından, beynəlxalq hava limanından ətraflı məlumat verdi ki, Amerikada çıxan xəbərlər əgər yaxşı çıxarsa, qızılın sürətlə qalxmasını və neftin enməsinə gətirib çıxardacaq. Əslində xəbərlər heç də pis çıxmadı. Yəni qızıl dünən endiyini, bugün səhər saatlarına qədər 50%-ni artıq qalxıb. Yəni dünən 100 dollar enmişdisə, artıq bugün yəni kifayət qədər qalxıb. Yəni bugün demək olar ki 70 dollar dünəndən bugünə, yəni dünənin maksimumdan yəni enmişdi 100 dollar, yəni 70 dollar demək olar ki qalxıb. Hal-hazırda qalxmağa doğru davam edir. Hədəf olaraq 4574-dən sonra formalaşsa, rahat bir şəkildə qiymət, yəni alış əməliyyatı sevənlər üçün 4575-dən 85-ə qədər birinci 10 dollarlıq bir qalxış olacaq. Əslində yuxarıda bir dəstək xətti var. Yəni bu da 4602-lərdir. Çox güclü 4603-lərdir. Yəni çox güclü bir dəstək xəttidir. Buradan dönə bilər. Əgər buradan içəridə formalaşsa, qiymət qısa zamanda 4620 və 4640-lara qədər qalxacaq. Alternativ senaridə hazırki vəziyyətdən satış əməliyyatları 4536-lardan gələcək. Yəni bunu nəzərə alın. Biz onun Telegram kanalında dərc edərik. Yəni demək olar ki, alış əməliyyatları gəlib bir ardasa belə deyək, 10-12 dollarlıq qalxışdan müşahidə olunacaq.